Mübarək Ramazan ayında Allahın qonağıyıq. İnsan 2 dəfə ömründə Allah Taala'nın qonağı olur. Hədislərə əsasən biri həcdə, Allahın evini ziyarət eləyəndə, Allah getməyənlərə nəsib eləsin. Həccə gedən Allahın evinin ziyarətinə gedir. Kimin ziyarətinə gedir? Allah evinin ziyarətinə. Və ona görə də Allahın qonağıdır. Ona görə də hacının hörməti var. Hacı da öz hörmətini qorumalıdır. Və ona görə deyirik, sən Allahın qonağı olandan sonra, hacı qaydandan sonra da başqa şeytanın qonağı olma. 2. Ramazan ayı. Ramazan ayda insan oruç tutur, Allahın ayıdır. Ramazan ayının adları var. Bir ayda da Şəhrullah, Allahın ayı. İnsan bu ayda Allahın qonağı olur. Deyirsiniz ki, bu ayın qonaqlığı Peyğəmbər kəlamında necə olub? Peyğəmbər buyurur ki, siz bu ayda Allahın salamı olsun ona və əhli beytinə du'itum. Cümləyə bax, Peyğəmbər buyurur Allahın salamı olsun ona və əhli beytinə dəvət olunmusunuz. Bu qonaqlığı özdə sizi dəvət eləyiblər. Adam var, gedir qonaqlığa girir. Yanındakına deyirlər, bunu niyə gətirmirsən? Biz sənə demişdik, bu yanındakını niyə gətirmirsən? Yaxud da o qonaq qəbul eləyən o qonaqdan xoşu gəlmir, mən bunu çağırmamışam. Bəzən də bizi qapıdan buraxmırlar, sənin adın burada yoxdur. Amma bu qonaqlıq budur ki, Allah Teala dəvət eləyib, gəlin bəndələrim. Qonaqlıq haqqında çox danışmaq olar. Bu qonaqlıq maddi qonaqlığı deyil, mənəviyyat qonaqlığıdır. Bu ayda Allah Teala süfrə açıb. O süfrədə rəhmət, bərəkət, məğfirət, bütün nemətlərini, tövbə, bir illik Allah Teala'dan nə istəyirsən və keçən günlərdə nə günah etmirsən, hamısını Allah Teala bağışlayıb sənə verə bilər. Bu ayda bir gecədə olan qonaqlıq, təkcə bu ayın bir gecəsi ki, Qədr gecəsidir, həmin o gecədə olan qonaqlığımız 1000 aydan üstündür. Allah'ın verə Peyğəmbər və onun pak əhli beytinə, Allah'ın verə Kərbala şəhidlərinə, bizləri bu ayda onun həqiqi qonaqlarından qərar versin. Amin. Amma qardaşlarım, bu ayda bir qonaq da var. O qonaqların ağasıdır. O qonaqların başçısıdır. Onu məclisin başına verərlər. O da bizi kimi orucdur. O da Allah Taala'nın qonağıdır. Yer üzərində yeganə peyğəmbərlərin nəslindən qalan kişi odur. Həzrət İbrahim, İsmail, ta gəlginən bizim Peyğəmbərə, 12 imamın adından danışa biləcək, pak, təmiz nəsli olan, nəslində heç bir sualı olmayan, ata tərəfdən, ana tərəfdən ən gözəl, ən şərafətli nəsildən olan qonaq, Allahın qonaqlığında olan, oruç tutan ağamız, mövlamız, adı Peyğəmbər adı olan 12-ci imamımız İmam Zaman əleyhissalamdır. Allahümmə salli ala Muhammed. Qonaq gedənlər gərək bir-birinə hörmət eləyə. Qonaq gedənlər gərək bir-birinə dəyər verə. Orada yaman qalmaq olmaz ki, qonaqla danışasan gərək. Bir qardaşla bir yerə getdi, elə ancaq yedi içdi, bir dəfə dönüb nə var nə yox eləmədi. İmam Zaman əleyhissalamla gərək bu ayda biz danışaq, münacat eləyək. Gərək o da bizlə danışsın. İndi İmam Zaman ağanın bu Ramazan ayında bizə bir duası var. Qulaq asın. Heç olmasa bu ayda bu duanı bir dəfə də olsa oxuyun. Bir dəfə də olsa oxuyun. Ramazan ayında hər günün dualarında İmam Zaman ağa yad olunur. Axşam çağı oxunan bir dua var. Adı iftitah duasıdır. Duanın özü də İmam Zaman əleyhissalamdan nəql olunub. İmam Zaman əleyhissalam bu dua haqqında Əllamə Məclisi, Allah ona rəhmət eləsin, onun mötəbər nəqlinə əsasən şiyələrə İmam Zaman ağa belə deyir, şiyələrə. Hər gecə Ramazan ayında bu duanı oxuyun. Bu ayın duasına mələklər qulaq asır və onun sahibi üçün Allahdan bağışlanmaq istəyir. Dua elə duadır ki, o duanı oxuyanda mələklər gəlir həvəslə qulaq asır. Yəni bil, o duanı oturdun oxumağa, bil ki, mələklər sənə qulaq asır. Əzəmətə bax. Və imam deyir ki, duanı oxuyan üçün Allahdan mələklər istiğfar, Allahdan bağışlanmaq istəyir. Yavaş-yavaş səbirlə oxusun, 15-20 dəqiqə çəkər. Amma mənasına diqqət elə. Mən o imamın dualarından bir neçə hissəsini diqqətlə çatdırıram, söhbətimi yekunlaşdırıram. İmam Zaman əleyhissalam birinci Allaha elə iftitah, yəni fəth, başlamaq. Allaha həmd, səna, şükrlə başlayır.
Allah Taalanı mədh eləyir. Sonra öz bəndəliyini izhar eləyir. Allah eybləri örtən sənsən. Bilmədiyim çox bəlaları məndən qaytaran sənsən. Tərifləyir Allah Taalanı, sonra gəlir Peyğəmbər və onun pak əhli beytinə salavat göndərir. Sonra öz 12-ci imama salavat göndərəndən sonra başlayırıq İmam Zaman üçün dua eləməyə. Duaların içərisində biri budur. İlahi, arzumuz budur, istəyimiz budur. O ağamız gəlsin. Arzumuz o pak, təmiz, ədalətli, haqq olan dövləti bu dünyada hakimiyyəti bərqərar etsin. Amin. O dövlətdə nə olacaq? Deyir, o dövlətdə mömin hörmətlidir. Yaxşılar izzətlidir. Münafiqlər, pislər zəlildir. Möminlər o dövlətdə əziz olar, düşmənlər zəlil olar. Mən o hakimiyyəti istəyirəm. Sonra İmam Zaman ağa ilə bağlı dualar edir. İlahi, o ağanın sayəsində hacətlərimizi, müşküllərimizi həll elə. O ağanın sayəsində qəlbimizdə olanlara şəfa ver. Eləyir duaları, sonra imam gəlir bütün cəmiyyətdə olan təbəqələrə və dualarında biri de budur. İlahi, baxın, və yəssir bihi usrana. İmamın sayəsində bizim çətinliyimizi asan elə. Və bəyyiz bihi vucuhana. İmamın sayəsində üzümüzü ağ elə. Və fukka bihi əsrana. İmamın sayəsində əsirlikdə, zinnanda olanları azad elə. Çətinliyi, müşkülü olanların müşkülünün həll elə. Qardaşlar, Ramazan ayıdır. Ramazan ayının gündəlik dualarında var. Allahümmə fukka kullə əsir. Zinnanda həbsdə olan insanları azad elə. Bugün biz rahat oruç tutuyoruz. Amma bugün Azərbaycanda bizim həbsdə olan alimlərimiz, ruhanilərimiz, möminlərimiz və hətta çox təəssüf olsun ki, xanımlarımız həbsdədir. Qadın həbsdə olanlar bilir. Həbsin öz çətinliyi var. Düzdür, imanı güclü olan dözür. Allahı düşünən səbr eləyir. Amma həbsxana bir otaqda istədiyin yemək yox, istədiyin şərait yox. Özdə xanım olasan. Hələ demirəm ələ qandal vurmağı, bilmirəm, vururlar ya vurmurlar o qadınlara qandal. İmam Zaman ağa bu Ramazan ayında zinnanda, əsirlikdə olanlara yad eləyir. Ona görə qardaşlarım, diqqətli olaq. Elə olmasın ki, bu duanı biz oxuyaq, amma imamın dediklərini yaddan çıxardaq. Kasıblarla bağlı imam dua eləyir. Kasıblara fəqirləri dövlətli et. Onların borcunu qaytar. İndi qardaş, biz necə özümüz iftar vaxtı oturar, rahat iftar eləyək, amma həbsdə olan, o cümlədən fəqir, kasıb olan qonşumuz, qohumumuz, tanıdığımız, dostumuz, iş yoldaşımız müsəlmanlar üçün biz cibimizdən bir şey verməyək. O necə orucluq olur? Ax, Peyğəmbər deyib Allahın salaması ona və əhli beytinə nəql eləyirlər, özü tox, qonşusu ac yatan həqiqi müsəlman deyil. Fələstində olanları unutmayaq. Soyuq bir yandan, aclıq bir yandan. Fələstində müsəlmanlar acından, soyuqdan ölür. Müsəlman ölkənin rəhbərləri yığışıblar. Qumarbaz, üzr istəyirəm, uşaqbaz Trumpın ətrafına. Müsəlman ölkəsinin orada Xarici İşlər Naziri qalxıb deyir ki, biz bu Ramazan ayında Trump üçün dua edirik. Nə deyim? Nə ad qoyaq bunlara? Kim üçün dua edir bu adam? Məcburamı deməyə bunları? Epstein cinayətkar sənədlərində Trumpın adı 38.000 dəfə keçib. Nə cinayət elib o adada, nə çirkin işlər görüb, uşaq qədər üzr istəyirəm. Bunun üçün müsəlman ölkələri yığışıb onun ətrafına, bir də qalxıb deyir ki, bəy tərif edir, hərəsi qalxıb bəy tərif edir. Özdə xoşuyar, Trump təkəbbürlü adamdır, həm də çox təkəbbürlüdür ya. Məcbur eləyir. Getməyənləri də alçaldır. Mən indi bir söz deyim Peyğəmbərdən, Allahın salamı olsun və əhli beytinə. Peyğəmbər görün nə deyir? Təcrübədən keçmiş hədisdir, psixologlar. Bu hədisi, hələ Peyğəmbər 14 əsr bundan qabaq deyib. Amma indi psixologlar bu hədisin öz mənasını deyir insanlara. İnsanları tanımağın yolun biri nədir? Deyir, dostunu göstər, deyim kimsən. Kimlə oturub durursan, deyim sən kimsən. Peyğəmbər buyurur, Əl-mər'u əla dini xəlilihi. İnsan öz dininin, ayinin, kimin qardaşının, gəzdiyi, yoldaşının dinindədir.
Biz cəmiyyətdə yaxşını pislə dostluq edirik. Mənim balam, sən oğlanla niyə gəzirsən? O sənin tayın deyil, axı bilsən kimdir? Dostluğunu göstər, deyim kimsən. Elə Trump'ın ətrafına yığışanlar kimlər olar? Bəli, özləri kimi insanlar. Getməyənlərdən də narazı qalır. Trump gör nə deyir? Mən hamısı ilə görüşürəm. Amma Ayətullah Xameneyi ilə də görüşmək istəyirəm. O görüşmək istəmir bizlə. Cümləsinə bax. O mənlə çox pis davranır. Məncə o mənə hörmət etmir. Xameneyi mənə hörmət etmir. Düz deyir də. Xameneyi səni adam yerinə qoymur. Ayətullah Xameneyi sənin məktubu açıb oxumur. Getsə də sən orada eləşən müsəlman ölkələrini təhqir edirsən, axı yadınızda da Türkiyənin prezidenti. Biz hamısının qeyrətini çəkirik. Vallahi düşmən deyilik. Mənə bir müsəlman kimi təsir edir ki, Trump Türkiyənin prezidenti Erdoğana deyir ki, arvadın necədir? Salamını çatdırarsan ona. Pakistanın prezidentinə bir dənə şey. Hər bir də ərəb ölkələri bir-biri alçaldır. Heç bir də bir kişi yoxdur sizin ki, sən kimsən? Mənim arvadımı soruşsan, sən kimsən? Gedənləri alçaldır və deyir ki, bir dənə Ayətullah Xameneyi gəlmir. Bütün ölkələrin biz İranla dil tapa bilmirik. Niyə? Vitse-prezidenti deyir. O gün Azərbaycana gəlmişdi ya. Deyir, çünki hər bir ölkənin başçısına biz oturub söhbət eləmək istəyirik. Xameneyi bizlə oturmaq istəmir. Üzr istəyirəm. Oturan kim olar? Oturan kim olar? Onunla dostluq edən kim olar? Ayətullah Xameneyi əgər Trumpla otursa biz onu da şək eləyərik. Necə yəni bu işi? Ölkə başçısı kimi, prezident kimi, yox, gəlib sənə bəy tərifi verir müsəlman ölkələri. Səni tərifləyirlər. Amma şükür olsun Allaha. O dualarda var, əlhəmdülillah, Allah Teala bizim düşmənlərimizi axmaqlardan qərar verib. Sonra da deyir ki, bu molla rejimi, Axund rejimi, Ayətullah rejimi. Molla rejimi demirsən, molla hara filara. Ged öz tayınla əyləşdir. Amma öz abrarda getdi ya. Gecə gündüz deyirdilər molla rejimi gözdən salsınlar. Mollanı necə pisləyiblər, indi rejimi də molla adıyla. Sən demə bu molla rejimi deyirmiş, özü isə rejimiymiş. Rejimiymiş. Amma bir şey düz deyir Trump. Onunla bir yerdə olanlar. Deyirlər molla rejimi. Mollanın işi nədir? Mollanın çox işi var, amma ən məşhur işi mollanın işi bastırmaqdır. Düzdür? Bəzən də bizdə, məsələn, mənim də baş müəllim, məsələn, bəzi məmurlar deyir ki, basaram səni gedərsən. Biz də zarafata deyirik ki, sən basarsan, biz gedib neçə il yatıb qayıdarıq da, indi əlhəmdülillah, Allah qapımızı açar. Ölsə də şəhidik. Amma biz bastıranlar geriyə qayıtmır. Bu molla rejimi səndən qabaq Reaganları, Carterləri, Bushları və indi olan, bundan qabaq olanları, o Amerikanın prezidentləri ki vardı, hələ kongresmenlər vardı, hamısı molla rejimi bastıra gedir. İnşallah bir gün sizi də bastıracaq Allahın kimi. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Son. Qardaşlar deyirlər ki, müharibə olacaq ya yox. Tez-tez soruşurlar, narahatdılar. Bilmirəm. Qeybdən xəbərimiz yoxdur. İddia eləmərik. İnşallah ki, salamatçılıq olsun. Amma gedişat. Amerikada olan vəziyyət. Gündən günə Epstein sənədlərinin açılması. Görmüsünüz o sənədlərdə tez-tez bəzi yerləri qara eləyiblər. Amerikanın senatoru deyir ki, onu qulaq asıram ona, deyir ki, çox maraqlıdır. Sənədlər ki, ifşa olunub, üzr istəyirəm ifadəmə görə, təcavüz olunanların adı qeyd olunub, təcavüz eləyəni qeyd eləmirlər kimdir. Bir uşaq belə-belə oldu, bir qadınla üzr istəyirəm belə oldu, bir az yaşlıyla belə-belə cinsi istismar elədilər. Kim eləyib onun adını qara ilə vurublar. O da bilirsiniz də kimdir. Demokl qılıncı kimi bunun başı üstə qururlar. Açar amma Netanyahu nə deyirdi müsəlman ölkələrinə? Ağzı bağlayın oturun, Fələstin məsələsi başlayanda. Açar amma, ağzımı açmayın. Bu sənədlər açıqlandıqca Trump'ın daha hakimiyyətdə qalmağı ki, heç Ağ evdən qara evə, zindana getməlidir, həbsxanaya. O sənədlər ondan asılıdır.
O da kimin əlindədir? Yəhudi Sihonistlərin əlindədir. Amma yenə də gedişat göstərəcək. Hər nə olsa, hətta Allah eləməsin müharibə olsa, Allah eləməsin müsəlmanların rəhbəri Seyyid Əli Xamenei də şəhid olsa, ki şəhadət bir fəzilətdir, Allahın insana verdiyi lütfdir. Amma bunu biləsiniz, haqq aradan getməyəcək, bir gün inşallah haqq qələbə çalacaq. İmam Hüseyn kimi insan şəhid olub, qanı ilə İslamı dini bugün yaşadı, biz burada eləşmişik. Onun sayəsində bu yol davam eləyəcək. Müharibə olsa da bilin ki inşallah qələbə nə ilə olacaq? İslamla, Qur'anla, haqla olacaq inşallah. O gəmi gətirdilər, hərbi təyyarə daşıyan gəmilər filan bəsməkan, xeyr. O Zülfüqar qılıncı gələndə o Xeybər qapılarını çıxardan ağamızın o möhkəm qolları ilə Amerikanın da, İsrailin də, İslam düşmənlərinin də o qapıları, hakimiyyətləri yerindən qoparılıb inşallah cəhənnəmə atılacaq inşallah.